Gününüz xeyirli olsun uşaqlar. 8-ci sinif şagirdləri üçün daxili enerjinin dəyişmə üsullarının tapşırıqlarının izahına baxmış olacaq. Amma dərsi keçid etməzdən qabaq hər zaman dediyimiz kimi öz gələcəyinizin memarı siz özünüzsünüz uşaqlar. Çalışqan olun, dürüst olun, xəyallarınızdan vaz keçməyin və gerisini Allaha həvalə edin. Başlayalım tapşırıqlara. Burada tapşırıqlarda laboratoriya hissəsi var. Öyrəndiklərinizə tətbiq edin hissəsinə baxaq. Deyir ki, laboratoriya stəkanına 0 Selsi temperaturunda olan su qaz alovunda qızdırılır. Müəllim bu hadisənin nəticəsi ola bilən müddəalar yazılmış aşağıdakı cədvəli şagirdlərə paylayaraq tapşırıq verir. Əgər müddəa doğrudursa, düzgündürsə doğru sütunun, yanlışdırsa yanlış sütununun uyğun xanasında işarə yazın. Deməli, uşaqlar, təcrübə nədən ibarətdir? Laboratoriya stəkanının içərisinə maye doldurulub və bu maye qaz alovunda qızdırılır. Yəni, biz ona kənardan bir enerji veririk. Bu zaman müddəa 1-də deyir ki, su molekullarının daxili enerjisi dəyişməz. Əlbəttə ki, uşaqlar, bu yanlışdır. Niyə görə yanlışdır? Çünki biz bu zaman su molekullarına kənardan bir istilik veririk, yəni enerji veririk. Əlbəttə ki, bu enerji boşa getməyəcək ki, sərf olunacaq suyun molekullarının daxili enerjisinin artırılmasına. Bu baxımdan, yəni dəyişməz deyirsə, yanlış müddəadır. İkinci müddəaya baxaq. Su molekullarının qarşılıqlı təsir enerjiləri artar. Xeyr uşaqlar, bu müddəa da yanlışdır. Bizə deyir ki, su molekullarının qarşılıqlı təsir enerjiləri artar. Maye halında molekullar arasındakı məsafə çox az dəyişdiyi üçün qarşılıqlı təsir enerjisinin də dəyişməsi nəzərə alınmır. Yəni, nəzərə alınmadığına görə də dəyişmir. Üçüncü müddəaya baxaq indi. Su molekullarının orta kinetik enerjisi artar. Əlbəttə ki, bu doğru müddəadır. Çünki bu zaman nedir? Su qızır, yəni temperaturu artır. Temperaturun da tərifindən bildiyimiz kimi su molekullarının orta kinetik enerjisi elə bizə temperaturu verirdi. Bu baxımdan temperatur artdığına görə orta kinetik enerji də artmış olar. Dördüncü müddəyə də baxaq. Su molekulları arasında boşluqların ölçüsü azalar. Xeyr uşaqlar, bu yanlış müddəadır. Çünki su molekulları arasındakı qarşılıqlı yəni ümumi boşluqların ölçüsü azalmaz. Bu yanlışdır. Ümumi qayda olaraq qızdırıldıqda boşluq artır. Sonra 5-ci müddəa su molekullarının irəliləmə hərəkəti sürətləri azalır. Xeyr, əlbəttə ki, bu da yanlış müddəadır. Su molekullarının irəliləmə hərəkət sürətləri niyə azalsın ki? Biz ona xaricdən bir enerji veririk. Niyə azalsın? Belə, bu şəkildə izah etdik. Öyrəndiklərinizi yoxlayın hissəsinə də keçək. Öyrəndiklərinizi yoxlayın hissəsində bizə belə bir sual verir. Aşağıdakı hallardan hansında cismin daxili enerjisi mexaniki iş görmə, hansında isə istilik vermə hesabına dəyişmişdir? Gəlin də baxaq buna. İsti ütü soyudu. Bu zaman necə dəyişdi? Əlbəttə ki, bizə soruşur iş görmə, hansında istilik vermə. İsti ütü soyuyursa, əlbəttə ki, bu zaman istilik verib. Xaricə bir istilik ötürülüb. İstilik vermə. Mismarı çəkizlə taxtaya vurduqda. Mismarı çəkizlə taxtaya vurduğumuz zaman burada mexaniki iş görmə var uşaqlar. Mexaniki iş görmə. Çaydanda su qızdırıldı. Çaydanda əgər su qızdırılırsa, biz ona xaricdən bir enerji veririk, yəni istilik vermə. İstilik vermə. Tamaşaçılar əl çaldılar. Bu zaman yenə də mexaniki iş görmə var. Mexaniki iş görmə. Sobada odun yandırıldı. Sobada odun yandırılırsa, bu zaman əlbəttə ki, istilik vermədir uşaqlar. İstilik vermə. Günəş yeri qızdırdı. Günəşin şüası yeri qızdırırsa, bəli, yenə də bu istilik vermədir. Məmulatı emal edərkən yeyə qızdı. Yəni, bu zaman yeyə vasitəsilə emal olunub. Bu yenə də mexaniki iş görmədir. Mexaniki iş görmə.
Buz parçası xeyr, ondan qabaq var. Yeyə ustanın əlindən qızdı. Əgər yeyə ustanın əlində olub, əlindən qızarsa, bu istilik vermədir. Çünki ustanın əlinin istiliyi yeyəyə keçib. Bu istilik vermədir. Bax, burada fərq nədən ibarətdir? Məmulatı emal edərkən yeyə qızır. Yəni, yeyə özü istifadə olunduğuna görə orada mexaniki iş görmə ilə qızma baş verir. Amma yeyə ustanın əlində qaldığı zaman ustanın əlinin istiliyi yeyəyə keçir. Bu zaman isə istilik vermə olur artıq. Buz parçasını soyuq suya atdılar. Bu zaman buz parçası öz soyuqluğunu suya verir və yaxud da belə deyək də su öz istiliyini buza ötürür. Bu zaman istilik vermədi. Belə. Bunların hər birini müəyyənləşdirdik. İndi də ikinci suala baxaq. Kütləsi 10 kiloqram olan qurğuşun çürə 2,8 metr hündürlükdən beton lövhənin üzərinə düşdü. Kürənin səthinə düşdü. Kürənin daxili enerjisi neçə joule dəyişdi? Baxaq uşaqlar, kütləsi verilənlərin hər birini yazaq. Bizə deyir ki, M bərabərdir 10 kiloqram. 2,8 metr hündürlükdən beton lövhənin səthinə düşdü. Beton lövhənin səthinə düşürsə, H-mız bərabərdir 2,8 metr. Kürənin daxili enerjisi necə joule dəyişdi? Bunu hesablayarıq. Delta bərabərdir sual işarəsinə. J-miz də əlbəttə ki, bərabərdir 10. Bu zaman uşaqlar daxili enerjinin dəyişməsi YU bərabər olacaq Y potensiala. O da bərabərdir MR-H-a. Gətirib yerinə qoysaq, delta U bərabərdir. M-miz 10-dur, R-miz də 10-dur, H-mız isə 2,8-dir. Və ümumi delta U-muz da bərabərdir. 28, ona vursaq 280. 280 joule. Demək ki, daxili enerjinin dəyişməsi 280 joule-a bərabər imiş. Belə uşaqlar bu şəkildə sizinlə tapşırıqların hər birini ayrı-ayrılıqda izah etmiş olduq. Yəni də hər zaman dediyimiz kimi öz gələcəyinizin memarı siz özünüzsünüz uşaqlar. Çalışqan olun, dürüst olun, xəyallarınızdan vaz keçməyin və gerisini Allaha həvalə edin. Sağ olun uşaqlar.